Qusar rayonunun Hil kəndində dəhşətli qətl baş verib. 32 yaşlı 3 uşaq anası olan qadın amansızlıqla öldürülüb. Dekabrın 16-sında Qusar rayonunun Hil kənd sakini 32 yaşlı Diana Təyyibova itkin düşüb. Axtarışlar zamanı onun üzərində zorakılıq əlamətləri olan meyti kənd ərazisindəki boş evlərdən birində aşkarlanıb. 3 az yaşlı övladı olan qadının keçmiş həyat yoldaşı 35 yaşlı Asif Təyyibov tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. Uşağını aparıb məktəbə saat 11-də. Oradan gedib. Aldadıb onu kirayə ev tutarıq deyilən, uşaqları da apararıq deyib, aparıb ora. Sonra bunlara deyib ki, məktəbdən xəbər gəlib ki, uşaq yoxdur, amma evə aparan yoxdur, valideyni gəlməyib aparmağa, babasına zəng eləyib ki, uşaq qalıb məktəbdə. Sonra babası gətirib bunlara qaytarıb evdə. Sırağa gündən axtarıblar, tapmayıblar. Dünən axşam tapıblar. Hardan tapıblar? Boş bir evdən kənddə. Ağzını deyir, skoçla bağlayıblar deyib, əllərini bağlayıblar deyir, ayaqlarını bağlayıblar deyir. Qayçı ilə kəsib boğazını. Hadisəni törətməkdə şübhəli bilinən Asif Təyyibov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Dekabrın 16-sında Qusar rayon sakini Diana Təyyibovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyyibovun Diana Təyyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Asif Təyyibov rayon prokuroru tərəfindən şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmalar aparılır. Cəfər Talıb, Layiq Qələndərli, APA TV, Qusar.